Binə qəsəbəsində sizlərə bir dənə 4 sotda 4 otaqlı şəxsi tikili ev çıxartmışam. Geniş belə bir məhəlləyə baxır qapısı, qazı var, işığı var. Dövlət suyuna kimi hər bir şey var. Həyətyanı ərazisi yenə qeyd edirəm 4 sotlu. Evimiz harsa 130 kvadratlıq evdir və onu qeyd edim ki, evin fundamenti də betondur, üstünə kəmər verib, hətta yəni kolonlara qədər hər bir şeyin buraxıbdır. Elə bir formada tikib ki, orta perqorotkalarda qoşadaşlı. İkinci mərtəbəyə tam yararlıdır. Al, yəni üstün bir dənə sök, ikinci mərtəbəni qaldır. Həyətində gördüyünüz kimi yay mətbəxinə kimi hər bir şey var. Bura bağ hissədir. Evin arxasına da keçid üçün yer təyin eləyiblər. Padvala giriş mümkündür. Yəni otaqların altı hamısı açıqdır. Bura naves hissədir. Maşın saxlamaq üçün nəzərdə tutulub. Daxil olaq. Bura evin daxili interiyeri ilə də tanışılır. Qapısı pultundan açılır. Yəni motor quraşdırılmış qapıdır. Girdik. Belə bir koridor. Yerimiz laminatdır. Laminat döşəmədir. Kombisindən belə hər bir şey var. Bura qonaq otağı kimi sayılır, gördüyünüz kimi. Gördüyünüz kimi, baxın kamera müşahidədədir hal-hazırda. Pəncərə raşotkalarına qədər hər şey qoyulub. Tam əşyalı verilir, heç bir şey götürülmür. Bütün nə var, hamısı da qalacaq. Gördüyünüz kimi, yataq dəstlərinə kimi ideal vəziyyətdədir. Həqiqətən gözəl evdir. Bura mətbəx hissəmizdir. Mətbəx mebeli, paltar yuyan, xaladenik, hər bir şey qalır, heç nə götürülmür. Yəni bu evdə götürüləsi bir şey yoxdur. Dəstləri də gördüyünüz kimi təzə yığılmış dəstəyi. Evin qiyməti 150 min start qiyməti. Əla evdir. Hətta ara perqorotkalarda qoşadaşla da duş kabininə qədər hər bir şey yığılıb. Bu da digər yataq otağımızdır. Dəstlər yenə qeyd edirəm, az istifadə olunub, təzədir, otaq ölçüləri çox genişdir, orta perqorotkalarına qədər hamısı qoşadaşdır, kəmər, hətta fundament beton, kolon, riger, hər bir şey yəni atılıb. İkinci mərtəbəni qaldırmağa tam yararlıdır. Sağa gedən yoldadır. Qiymət 150 min. Buyurun əlaqə saxlayın.